gambiti də var. Şah gambiti Y4, Y5, F4 gedişlərindən sonra başlayır. Və şah gambiti üçün çox gözəl 7 gedişli bir mat var. Bu gün mən sizə onu göstərəcəm. Onu da qeyd edim ki, çox göstərdiyim adətən təllər təzə şahmatçılar, yəni şahmatla təzə məşğul olanlara, çox təcrübəsi olmayan şahmatçılara yarayır. Yəni bir balaca səviyyəsi yüksək olan şahmatçılar ola bilsin ki, bu təllərə düşməsinlər. Nəysə biz keçək. Deməli burada Y vurduqdan sonra bu qəbul olunmuş şah gambitidir. Biz burada oynayırıq at F3, ağlar oynayır D5. Biz oynayırıq at C3, qaralar vurur D-yə. D-yə vurduqdan sonra biz Y4-dəki piyadanı götürürük. Qaralar da öz fiqurlarını inkişaf elətdirib oynayırlar fil J4. Biz də oynayırıq burada vəzir Y2. Vəzir Y2 oynadıqdan sonra qaralar burada vurur at F3. At F3 vurduqdan sonra bir gedişli mat olur. Burada oynayırıq at